araşdırarıq. Məsələ nədən ibarət idi ki, Sabay rayon polis idarəsində mən bir 7-8 ay getmişəm ora. Həm rəis mavininin, həm də idarə rəisinin, istintaq idarəsinin rəisinin qabuluna. Mən deyirəm ki, bu cinayət işi niyyətdə yandırılıb. Özü sizə aid deyil. Bu oğruq sizə aid deyil. Çünki bunlar dövlət məmurudurlar, vəzifəli şəxsdirlər, pagon daşıyıcıdırlar, Gömrük Komitəsinin əməkdaşı, sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, polis, prokuror, bunlar pagon daşıyıcıdırlar, sizin ixtiyarınız yoxdur baxmağa. Deyirlər, neyiniyə? Biz göndəririk Sabay rayon prokuroruna, Natiq Əsədova. Bizim gücümüz ona çatmır. O da yenə də qaytarır bizə. Demək, mən mobil müəllimin qabulunda olarkən Şəfiyevin dedi ki, yaxşı, biz araşdırarıq. 4 aydır bu adam məni süründürür. 4 aydır. Ya deyirlər məzuniyyətdədir, ya deyirlər işə çıxmır, ya deyirlər tədbirdədir, ya deyirlər gedib pilifə qayıdıb gəlməyib. Neyse, dünənləri, nə başlayacağım, dünənləri mən onun qabulunda olarkən, inanırsınız, az qaldı məni döysün. Necə qışqırırdı mənim üstüm? Elə bil ki, arvadının üstünə qışqırır. Qabula gələn vətəndaşlarım mənə sonra çıxanda dedilər ki, utanmır, ayıb deyil onun üçün. Sən yaşlı qadının üstünə elə qışqırır, təkbir edir. Qayıdıb mənə elə bilir ki, mən də onun kimi səvadsızam. Qayıdıb mənə nə desə yaxşıdır. Qayıdıb mənə deyir ki, sənin cinayət işin baş nazirliyin, yəni Daxili İşlər Nazirliyinin arxivindədir. Halbuki 20-sində, 21-i noyabrda 2025-ci ildə təzədən göndərib Sabay rayon polis idarəsinə. Bu baş Bakı şəhər prokuroru göndərməlidir Sabay rayon prokurorluğuna. Və yaxud özündə saxlayıb və özü araşdırmalıdır. Özü aparmalıdır bu cinayət işini. Əsli mənada vətəndaşı ələ salırlar, axmaq yerini qoyurlar. Bu prezident hara, baxın, mən başa düşmürəm. Cənab prezident, sənin göstərişinə mən 15 ildir ki, subut eləmişəm. Bütün dövlət qurumlarının rəhbərləri məni qəbul edib və heç ki sənin göstərişinə məhəl qoymur, saymırlar səni. Bu qədər də cinayət olar, adam oğruğuyla ağır cinayətlər törədirlər. Mən qadını 65 yaşında, bir də 69 yaşında 9-cu Sabay rayon polis idarəsinin 9-cu polis bölməsinin daha doğrusu təbliğatçısı və sahə müvəkkili və də Sabay rayon prokuroru Natiq Əsədovla görbagör Şirxan Adgözəlov. Onu da qeyd etmək istəyirəm ki, Şirxan Adgözəlovun Sabay rayon ən prestijli rayonda kimi oturdurdu? Kemalettin Eydarov. Bunu mənə qayıdıb deyiblər ki, Kemalettin Eydarovun göstərişi ilə o saxtakar, cinayətkar Zakir Qaralovun göstərişi ilə bu Kemalettin Eydarov bunu Sabay rayon prokurorluqda oturub. Bu Kemalettin Eydarov mən başa düşünürəm. Kimdir? Ramiz Mehdievin cinayətlərini, oğlunun cinayətlərini örtbasdırı edib, neçə illərdir Kemalettin Eydarovun mavini olub. Mənim oğlum özü deyib ki, məni Kemalettin Eydarov, Mahir Muradov, Fuad Ələsgərov tapşırıblar. Bu Kemalettin Eydarov cinayətkarlara, rüşvətxorlara xidmət edir. Bu nə deməkdir? Əgər onun pulu varsa beləydi Şirxana, əgər onun ehtiyacı var idi də. Bu nə deməkdir? Mənim pullarımı, qızıllarımı oğruyublar. Əməliyyat eləməliyəm, mənim pulum yoxdur. Mənə təminat verməsələr, təzminatımı verməsələr, mən əl çəkməyəcəm. Bunlar kabinetdə oturub, adını elmiş kimi. Bu Fuad Ələsgərov, bu Natiq Əsədov, sonra Kəmran Əliyev mış kimi oturublar, səslərini çıxartmırlar öz yuvalarında, burnu belə çıxartmırlar. Bu nə deməkdir? Bu nə deməkdir? Bu Kəmran Əliyev adı nədir? Mən telegram vermişəm prezidentə dəfələrlə. Açsın, baxsın da məni qəbul elə, göstəriş ver, qəbul eləsin. Kemalettin Eydarov, Kəmran Əliyev məni qəbul etmir. Niyə? Qorxu. İnanırsınız? Eşad, oğlum, hara gedirəm, hamısı qaçırlar məndən. Mənim adımı eşidən kimi qaçırlar. Bilirlər ki, təqdim etdiyim sənədlərə cavab verə bilməyəcəklər axı.
Ay prezident, bəs də bu xalqı aşağıladın, ələ saldın, axmaq yerinə qoydun.